Allah insanı işgəncə vermək üçün yaratmayıb. Heç bir əqli yolla insan bu nəticəyə gələ bilməz ki, insan mütləq dünyada bədbəxt olmalıdır ki, ahirətdə xoşbəxt olsun. Belə bir düşüncə yoxdur, ola bilməz. Bəli, dünyanın özünün çətinliyi var. Dünya yaşamaq üçün münasib yer deyil. Allah da ona görə deyir ki, bura sizin yeriniz deyil, bura müvəqqəti keçid yeridir. Sizin kimi insana mən rəva bilməzdim, həmişə burada yaşayasınız. Bura sizə heç bir parametri sizə uyğun deyil. Bura əziyyətli yerdir. Bəli, yaşamalı yer deyil. Ona görə də siz gəlmişsiniz burada bir müddət qalıb, əsl yaşamalı yerə gedəsiniz. Bəli, bu prosesin çətinliyi var. Amma bu prosesin içində din gəlir ki, bu çətin həyata ləzzət qatsın, zövq versin, şadlıq versin, işgəncədən adamı azad eləsin. Yoxsa doğrudan da əbədiyyət qarşıda olmasa dünya istirab yeridir.